Salam kızlar, yeni vloguma xoş gəlmisiniz. Marketdən gəlib sizə nələr aldım onu göstərmək istəyirəm. Çünki belə videolar daha çox izlənilir və sevilir deyə düşünürəm. Kızım üçün tez bazar belə bir yemək hazırladım. Özümüz üçün də kotlet qızartmışdım. Daha sonra kızımın bağça çantasını hazırlamağa başlayıram. Kızımın sabah bağçada ilk gün olduğu üçün biraz həyecanlıyam. Bilmirəm nələr qoymaq lazımdır. İlk gün olduğu üçün qızımla bağçaya bir yerdə gəldik. Burada qızım ətrafa diqqətlə baxır, tanış olmağa çalışır. Bilmir ki, birazdan mən çıxıb gedəcəm. Evə gəlib yemək hazırlığına başladım ki, qızım gələndə yemək hazır olsun. Bugün bağçada ilk gün olduğu üçün demək olar heç nə yemədi, ancaq su içmişdi. Onun üçün dedim tez-tez hazırlayayım ki, gələndə yemək hazır olsun. Və belə düzdüm dolmalarımı. İndi pomidorlar dökürəm indi. Biraz da yağ əlavə edirəm. Və yeməyimin hazırı. Muradla birlikdə gedirik kamanı servizdən götürək. Görə ilk reaksiyası necə olacaqdı? İlk dəfə idi ki, məndən bu qədər ayrı qalır. Gel ağlam gel. Murada aldığım oyuncaqları istəyirəm sizinlə birlikdə unpacking edək. Nə əcəbsə, bu oyuncaqlarla biraz oynadı.
Çünki bilirəm ki, birazdan gedib yenə lazımsız olan əşyalardan oynamağa başlayacaqdı. Bu videom bu qədərdir. Bilirəm qısa çəkirəm videoları. İstəmirəm sizə çox darıxdırıcı olsun. Nəysə, sağ olun, görüşənədək.